Bütün çətinliklərə baxmayaraq 2025-ci ildə Dövlət Komissiyası aidiyyatı dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə 3 dəfənin çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib. Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə dron texnologiyasını tətbiq etməklə həyata keçirilib və müsbət nəticə əldə edilib. Bölgə TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev itkin düşmüş şəxslər üzrə Bakı dialoq çərçivəsində itkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Əli Nağıyev bildirib ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərinə davam etdirir. Keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən kütləvi məzarlıqda ondan çox Azərbaycan hərbiçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbir proqramına əsasən sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq. Dilbər Vüqar qızı, Bölgə TV.